Deməli, keçən səfər biz stringlərlə olan, işləmək üçün olan belə deyim də funksiyalara baxırdıq. Bəzilərində bu dərs qeyd eləyərik, onunla da belə deyim də çox uzatmarıq. Niyə görə? Çünki ekvivalent olaraq funksiyaların işlənmə qaydasıdır. Onu özümüzdə rahatlıqla tapıb əldə edə bilərik. Deməli, son olaraq start with, end with-də qalmışdıq. Başqa görün məşhur belə nümunə yoxdursa, deməli, empty-nin yoxlanması hardaydı? O stringin içindəydi. Yəni, boş olub olmadığını yoxlamaqda, belə qısa olaraq desək, ternar operatorundan istifadə edirik buradan. Bu stringin içindən biz null white space-i məsələn yoxlasaq, əgər bu true cavab alsa, deməli, boş məlumat. Əks halda yetərli məlumat var. Bu da bilirik də onsuz boşluqlar və yaxud null olduğu halda true dəyər qaytaracaq. Deməli, true olsa bu şərtimiz ödənəcək, əks halda olmasa, yəni içində hər hansısa bir yetərli data olsa, ən azı belə deyim də bir dənə simvolumuz olması lazımdır. Sırf boşluqlardan ibarət olsa, təbii ki, false qaytaracaq. Sonra bircə saniyə görək stringlərlə daha başqa nələrimiz var. Compare var. Concat dedi equal. Compare müqayisə eləmək üçün. Deməli, compare'in bir neçə dənə növ olmalıdır. Müqayisə eləyərkən simvolların böyük kiçik olmağında nəzər almaq üçün. Bircə saniyə bunun da detallısına baxaq. Hə, bunun çox növü var. Compare ordinal belə var. Müqayisə eləyən iki stringi adını müqayisə eləmək üçün parametr göndərə bilərik. Ignore case var, onu da göndərə bilərik. Culture məsələsi var. Sonra hansı hissədən başlayaraq müqayisə eləmək və uzunluqları da var. Müxtəlif versiyada müqayisə eləyə bilərik bunları. Görün, bizdə bizim ikinci dəyişənimiz var idisə, onunla elə müqayisə əməliyyatı aparardıq. Deməli, bizim hansı dəyişənlərimiz var? Name var, name 1, name 2. Okey. Gəl bu ara burada biz informasiya da çıxarıq, qarışıqlıq düşməsini. Konsol buraya çıxardaq ki, name'i yazırıq. Burada name 1'i yazırıq. Burada da name 2. Bu qarışıqlığı yaratmasın deyə. Okey, gəl burada belə eləyək. Name 1 və name 2. Bu nə qaytaracaq bizə? Int tipindən. Compare to specific object return integer of position in the short order. What's assigned integer. Bu üç növ belə deyim də. Məsələn, müqayisədə biri uzun ola bilər, uzunluq etibarından biri qısa ola bilər və yaxud ikisi də bir-birinə bərabər ola bilər. Məntiqi ilə qaytarıb. Əgər deməli 0 qaytarsa, bunlar eynidirlər. Bu iki string. Müqayisənin nəticəsi olaraq da. Əgər 0-dan kiçik bir şey qaytarsalar, deməli, name 1 qısa olacaq name 2-dən, əksinə name 1 uzun olsa, onda müsbət bir şey qaytaracaq. Yəni, mənfi qaytarılma, adətən mənfi 1 qaytarılır, amma indi spesifikal ola bilər də. Deməli, 0-dan kiçik qaytarırsa, soldakı uzun olur. Yox, bizə dəqiqə tərsinə. 0-dan kiçik qaytarırsa, soldakı qısa olur. 0 qaytarırsa, uzunluqları bərabər. 0-dan böyük müsbət bir şey qaytarırsa, soldakı artıq uzunluq etibarən uzun olacaq. Bunun nəticəsini də belə eləyərik. Bizə dəqiqə bunu əslində... Yəni, bu tam ədədlərlə verir də, belə deyək. Tam ədədlərlə verir. True-false vermir. Əslində, true-false verməsə düzgün deyil. Çünki iki dənə bir şey müqayisə eləyəndə ən azı 3 hal var da. Bunlar bərabər ola bilər, kiçik ola bilər, böyük ola bilər. Onun 3 halından Dənəsini müqayisə edir, bəs yoxsa? 3 bizə dəqiqə. Qoy baxaq orada görək. Var idi mi 3 dənəsi?
Yox, 3 parametrli halları var, amma 3 parametr onun üçün deyil. Yox, 2 stringin üstündəndir, bax, əksəriyyəti. Bu bircə saniyə ordinal necə eləyirdi? Compare to specific string object numeric value of the corresponding string. Deməli, the first string is compare. Second string to compare, return an integer that indicates lexical relationship between. Hə, burada simvolların ardı. Bunu da bir dənə yoxlayarıq. Bu maraqlıdır deyir. Simvol deyəsən yoxlayır bu. Okey. Deməli, buradan gələn nəticəyə görə biz belə bir şey düzəldək. Compare, compare result deyək burada. Result info olsun daha doğrusu. Bu olsun result. İndi bunun nəticəsinə görə biz qısa formada belə eləyə bilərik. Switch compare result deyəsən səhv etmirəmsə belə idi deməli. Yox, burada olmayacaq. Bizə lazımdır 1,5 yox, 1 mənfi. Belə yazaq, -1 olsa biz başqa bir şey qaytaracağıq. Deməli 0 olsa başqa bir şey, müsbət 1 olsa başqa bir şey. Bircə dəqiqə short forma necə idi burada sintaksi dəqiqə bunda qalmadı. Birincisində bir də ox işarə olmalı. İkincisi burada. Hoş. Deməli burada deyəm bizə dəqiqə C-dən compare-in yerimi dəyişirdi yoxsa necəsə? Hə, düz. Hə, burada virgül olacaq. Okey. İndi bax bu halda əgər mənfi gəlsə, deməli name 1 hətta belə eləyə bilərik bunu. Name 1 uzunluq olaraq name 2-dən tredə yazaq ki, bunu biliriz. Qısadır. Bunu elə işlədərik, əksəriyyətini tekstlərin düzəldərik. Bu və bu. Və plus default halda istəyirsən implementasiya eləyərik. Şeydir. Məsələn deyirəm, müsə edilə bilmir. Nəysə, elərik belə bir nəticə çıxardarıq. Tamam, indi burada nə var? Demək, uzunluq olaraq name2-dən uzundur. Name1 olaraq name2 ilə eynidir. Okey. Compare result infomuzu tapdıq, düzdür. Hətta bircə dəqiqə görün, daha qısa bunu belə yaza bilərik. Deyirsə, bunu dəyişəni mənimsətmək əvəzinə gəl biraz sintaksi biraz qəribələşdir. Okey, belə də eləyə bilərik. Görsən, nədir? Birləşmiş halda. İndi bir dənə sadəcə bunu console deyib, write line deyib ekrana yazdırmaq lazımdır. Deməli, name1 və name2 dəyişənlərinin müqayisə nəticəsi. Nədir o dəyişənimizin adı? Bircə dəqiqə bunu da buraya yerləşdirək ki, tam şəkildə müqayisə nəticəsini biz ekranda göstərmiş olaq. Okey. Bu da oldu onların müqayisəsi. Bu sintaksiz qarışıq gəlmədi ki sənə? Xeyr, müəllim, gəlmir. Yəni işlətməmişəm də amma bunu.
Hə, İstifadə bunu sadəcə belə deyim də, qısa formada switch case-in yazılış forması yadındadırsa əvvəlki dərslərimizə istifadə eləmişdik, keçmişdik də bunu. bəli, yadımdadır. If-dən sonra switch case keçdi tam forma. Dedik ki, sonra daha qısaldılmış versiyalar da var. Hətta Bəli, burada bəli, müxtəlif doğru. kombinasiyalar da var idi. And-lə yaza bilirdik, when falan istifadə edə bilirdik. Okey. Deməli bax buradakı zaten dəyişənimizi yazmışdıq bayaqlar. Fərz eləyək ki, x dəyişəni idi. X dəyişəninə görə, x dəyişənin aldığı qiymətlərə görə geriyə nə qaytardığımızı tənzimləyirik. Yəni x dəyişəninin dəyəri -1 olarsa onda geriyə bu qaytarılacaq. 0 olsa bu qaytarılır. 1 olanda bu. Əgər bu 3 haldan başqa bir haldırsa default hal işləyəcək. İndi biz bunun yerinə dəyişən yazmışıq. Düzdür. Elə dedik ki, dəyişənin yazına riyaziyyatdakı əvəz etmə üsulu məntiqi ilə də dəyişənin aldığı dəyər və yaxud da ifadə nə idisə onu gətirib bura yazsaq, artıq biz dəyişənimizə də ehtiyac qalmayacaq. Ona görə bu şəkildə kombinasiyalı yazdıq. Bu okey. Sonra nəticəni də zaten bu dəyişəndə saxladığımıza görə ekrana da həmin dəyişəni yazdırmış oluruq. Nəticə etibarından görəcəyik ki, bunların müqayisəsinin nəticəsi nədir? Tamam. İndi belə eləyək. Okey. Yəni ritmi çək bir dənə də. Stringin içində başqa nəyimiz var? Compare əlavələrimizi də eləyərik lazım gələrsən. Başqa önəmli olan nə var? Equal bərabərlik var. Bunların bərabər olub olmadığını yoxlayacaq. Başqa alternativ nə isə varmı? Bizə dəqiqə bura string bir göndərək düzgün funksiyaya bizi yönləndirsin. Ola bilər override olmuş versiyası olsun. Hə, elə statik funksiyada problem deyil. Bu qaytaracaq. Hə, bu okey, sadə bildiyimiz müqayisədir. Yəni bərabərdir və ya deyil. Bu şeydən daha belə deyim də. Comparison bunu uzunluq, compare uzunluqları baxımından müqayisə edir. Bu isə dəyərlər bərabərdir yoxsa yox. True və ya false qaytaracaqdır belə deyim. Bu əgər istifadə etmək istəsək, hansı ki bax bunun sadə ekvivalent olaraq biz özümüz iki bərabərlə də yoxlaya bilərik. Bunun uzunluğu. If şərtimizi bura əlavə eləsək, bu formada yoxlaya bilərik. Onun üstündən keçirəm. Sonra belə başqa aktiv istifadə olunan konkati zaten bildik. Crit empty. Empty'ni zaten bilirik. Boş bir şey qaytarır. Equal həmin şey. Hə, bu formatı deyəcəyik. Intern is internal is not a void join. Bircə dəqiqə join-də bunları birləşdirib array formada geri qaytarmalıydı. Yoxsa hə, okey. Bu stringlərin elə birləşməsidir. Bircə saniyə. Onda join-la konkati elə biz eyni funksional kimi istifadə edə bilərik. Bir dənə bu formada yazaq. Görək öz funksiyasına gedib çıxsın. Hə, heç nə. Bu da eyni qayda ilə də onda. Bircə dəqiqə. Bunun neysə varmı? Fərqli separator. Hə, okey. Yadıma düşdü. Bir dənə konkatdən bir varsa fərq var. Sorry, mən qarışıq saldım. Elə bil var, məsəl üçün bizə lazımdır. String, məsələn, belə bir şey ola bilər. Cümlə düzəldəndə keçən səfər tərs bir əməliyyat elədik. Yazdıq, bir dənə mətn yazdıq, düzdür? X, Y, nə bilim, S, T, V, Z. Keçən səfər dedik ki, bu mətn verilir, fərz eləyə bu formada. Mətndə olan sözlərin sayını necə taparıq? Dedik ki, onu boşluqlara görə splitlə parçalayıb hissələrə. Ondan sonra həm sözləri tapa bilərik, həm də lazım olarsa istənilən mətndə söz istifadə olunub, onu da tapa bilərik. Bu elə bil bu əməliyyatın tərs əməliyyatı ilənsə join ilə eləyə bilərik. Məsələn, bizdə sözlər var x, y, s, t və v, z. Bunu istəyirik nə hansısa bir simvolla, fərz eləyək vergüllə və yaxud boşluqla bunları birləşdirib mətn formasına yazmaq lazımdır. Onda join metodundan istifadə edəcəyik. Həmin buradakı ifadə olacaq bizim birləşdiricimiz. Hansı simvola görə birləşdirmək istəyirik. Məsəl üçün bizə lazım olacaq vergüllə birləşdiririk, onu da belə eləyəcəyik. Və yaxud sırf boşluqla birləşdirəcəyik, onu da boşluğumuzu yazacağıq. Və ya nə bilim başqa bir dənə simvol ola bilər bundan. Həmin simvolu bura göndərəcəyik. Ondan sonra da biz yazacağımız növbəti stringlər artıq həmin işarə ilə birləşəcək. Dəyərləri nədirsə. Birləşmənin bu mənasıdır. Bax, burada fikir versən, orada qeyd eləmişdim. Ki, bax, separator ayrıca, yəni nə ilə ayrılacaq bu sözlər? Bircə dəqiqə bax. Bax, concatenate old element of string array using the specific separator. Demək, bax, birləşdirmək üçün istifadə olunur.
Sadəcə spesifik belə deyim, separator var. Separator əslində ayıran deməkdir. Burada nətər deyək, tam olaraq aslında söz uyğun gəlmir. Birləşdirən deyək də, yəni nə simvolunu arayan, əslində o məna etibarilə ayıran mənasına gələ bilər, ayrıcalıq salan da. Vergül Çünki falan bu qoyurdular. Yəni sözlərin, elə bir şey hə, var. ay sağ ol. Məsəl üçün bu sözlərin hər birini nəticədə vergüllə ayırmış olur. Yəni separator sözü əslində burada uyğun gəlir. Və bu formada elə məsələn eləyəcək. Əgər birinci parametri vergül, sonra 3 parametri də göndərsək ona, bu formada eləyib bizə string qaytaracaq. Verilən stringləri, tək-tək stringləri birləşdirir və arasındakı nə ilə birləşdirmək lazımdırsa, onunla biz veririk ona, həmin şeylə birləşdirib bizə geriyə yeni bir string qaytarır. Yəni birləşdirilmiş stringi bizə qaytarır. Tamam, bir dənə geriyə qaydaq. Bu da olar. Bu əslində elə konsol write-line içində birbaşa yazacağıq. Bu hə, aktiv istifadə oluna bilən funksiyadır. Hətta join yazaq. İstəyəriksə heç funksiyanı da gəl bunun daxilinə alaq. Bir dəqiqə. Deməli bizim nəyimizsə qalmadı. Bunu yazdıq, bunu yazdıq. Mötərizəmizə bağlasaq kifayət eləyəcək. Heç nə stringi bura çıxartdı. Bu əməliyyatı yerləşdirdiyi bura birləşdirmə əməliyyatı elədi. Dəlşə bircə dəqiqə görüm nəyimizsə qalmayıb ki. Empty format is not empty. SVJ'imizlə getdik. Ondan sonra nəyimiz qalır ki? Bir dənə formatımız qalacaq. Hə, tamam. Formata bir-birə yer ayıracaq. Qoy indi olmasa bunları çalışdırmağa başlayaq. Görə biz nələr yazdıq, nələr çıxara bilərik ekrana. Bizə də qıran olsun. Keçən səfər əslində xırda da olsa nəticələr çıxara bilmişdik. Tam bu proses zamanımız çatmadı. Deməli, birinci biz nəyi ekrana daxil edəcəyik? Hə, tekst olaraq çıxmalıdır, çünki turun içindədir. Məsələn, keçən səfər belə bir şey daxil eləmişdik ki, ulduzları replace eləməyə görə də. Deməli, burada birinci replace'imiz işləyir. Yox, replace-dən qabaq bir şeyimiz var. Hə, substring eləyən metodumuz var. Deməli, substring var, fikir ver. İkinci indeks 0, 1, 2. Buradan başlayaraq 2 dənə simvol. L və A-nı götürüb, düz. Sonra A-ları biz ulduzdan əvəz eləmişik, replace eləmişik. Həmin bu nəticədir. Sonra bizim dedik ki, həm simvolik, həm də ki, stringləri belə dəyişə biləcəyimiz funksiyadır bu. X, Y ilə Z ilə dəyişmişik burada. Sonra bu deyəsən nəysə, bu kopya yazmışıq. Buna fikir verməyək. Sonra bunun növbəti üçün istifadə edərik. Növbətində onsuz dövrümüz sonsuzda böyük kiçik məsələsi. Onda görəcəyik bu fərqi. Sonra deməli bizim nəyimiz gəldi? Bax, buna fikir ver, remove eləyən. Deməli, name dəyişənində nə dəyər idi? Salam. Deyirik ki, ikincidən başlayaraq iki dənə simvolu yığışdırmağa başla. Bu ikincidən iki simvol L ilə A deməkdir. Bax, ona görə sam qaldı. Okey. Buraya qədər bu funksiyalar işini görüb, indi başlayacağıq bu biri funksiyaları daxil eləyək. Dəyərlərin daha doğrusu. Test belə bir şey olsun. Bu da hello world olsun. Tamam, burada bir dənə belə nəticə var. Bir dənə bunlara baxaq, görək hansının nəticəsi oldu. Ən son nəticə. Bizə saniyə. Bizə dəqiqə. Okey, bir dənə bunları müqayisə eləyək, görək kim harda qaldı. Deməli, name 1, name 2-nin daxil olunması bu hissədir. Bizim burada müqayisə elədiyimiz var. Geriyə bu klass qaytarıb. Bunu bizim toString eləməmiz lazımdır ki, stringə çevirsin. Bu hal-hazırda nəticəsi klassdır. Bir dənə buna baxarıq funksiyanın elanına. Onun return type'ı böyük ehtimal ki, klassdır. Ona görə belə bir nəticə aldıq. Sonra named symbol.
Bunu bölmüşük, amma deyəsən ekrana yazdırmamışıq. Qoy buna da bir sual qoyaq. Bunu normalda massiv arraylar kimi parçalamışıq. Gərək dövr operatorundan falan istifadə eləyək ki, ekrana yazdıra bilək. Onu da yazarıq. Bircə saniyə sonra bunu dedik. Sonra name, trim ml, substring arda. Deməli boşluğu təmizləyir. Bundan işimiz yoxdur. Sonra m-lə l-i təmizləyəcək. Salam sözündə m düzdürmü? Onda bu m gedir. Axırda l yoxdur. Burada qalır sala. Sonra biz deyək ki, substring elə 2 dənəsin. İkinci indeksdən etibarən. İkinci indeks, bir dəqiqə, 0, 1, 2. İkinci indeks LA. LA isə o, bax LA-ya düşür. LA budur. Çünki biz demişdik də, tirimə bir neçədən simvol verə bilərsən, amma bu sol və sağ tərəfdən təmizləyəcək də. L hərfi zaten ortadadır, ona işi yoxdur. M-ni təmizləyir. Qalır bunlar 4 dənə simvol. Biz burada substring'i vurmuşuq. Substring'ə də indeks vermişik ki, ikinci indeksdən başlayaraq substring yarat. Məsələn, bax, S, A, L, A, M, 1. Məsəl üçün, belə olsaydı, ikinci indeks nədir? L. Onda substringimiz verəcəkdi L, A, M, 1. Hal-hazırda biz M-i replace eləmişik. Daha doğrusu M-i trim eləmişik. Burada olur 4 dənə simvol qalır. Ona görə də ikinciden başlayaraq 2 dənə bizim simvolumuz var. O da həmin buradadır. Deməli, Müəllim, bu trim okey. sağdan və soldan ən axırıncı hansı hərfdirsə onu götürəcək də, əgər varsa Əsas. olur. Bir. Ardıcıllıq, bir dənə ardıcıllığına baxarıq. Normal olaraq belə getməlidir də. M-i təmizləyəcək. M-dən qabaq L varsa, L-də təmizləyəcək. Onu bir dənə çək eləyərik tam əminliyinə deyəcəm. Sol və sağ tərəfdən də təbii ki. Tamam, bu getdi. Sonra bizim nəyimiz var? Hə, dedik ki, upper'ımız var, lower'ımız var. Simvolların hamısını böyüyə, hamısını da kiçiyə çevirir. Uzunluq neçədən simvol olduğunu təyin eləyir. Sonra indeksinə müraciətimiz var dedik. İkinci indeks hansı durursa odur. Bundan problem yox. Konsol hara çıxdı? Okey. Tamam, burası tamamlandısa biz bir dənə də bu birlərini müqayisə eləyək. Deməli, bunu yoxladıq ki, bu idi. 5 hardaydı? Bu contains olub olmadığı. Name contains. Burada true'dan false'dan isə görməliyik. Hə, bax true'dur. Bu dedikdə contains belə stringin içində substringi yoxlayır. Bir simvol ola bilər, 5 simvol ola bilər. Var və ya yoxdur. True və ya false. Sonra biz concat-i bir də yazdıq. Bunları birləşdirmişik. Salam, test, 23, bir də hello world. İstəmə özümüzü elədik. Sonra name and with. Bu da true false dəyər qaytarmalıdır. AM. Salam sözü bax. AM ilə bitir. True. Sonra SA ilə başlayır. Bu da true. Həmin nəticələrdir. Sonra yoxlamışıq bunu. Boşdur və ya boş deyil. Yetər qədər məlumat var. Düzdür. Çünki bu ifadənin içində simvol var. Sonra comparison məsələmiz var. Görə comparation'ı neyimə dəyərləri müqayisə nəticəsi test 23 uzunluq olaraq Hello World-dan uzundur. Yanlış yazmışıq biz. Bizdə dəqiqə. Deməli, neyim 1 və neyim 2. Müqayisə neyim 1, neyim 2. Bir dəqiqə, müsbət qaydanın uzundur. Əgər bu müqayisə müsbət qaytarırsa, deməli, test 23 Hello World-dan uzun deyil, axı qısadır. Bir dəqiqə, bir buna baxacağıq. Neyim 1, neyim? Müqayisə nəticəsi, bu müqayisə nəticəsidir. Onda bizə verib join et. Hə, join et dedik ki, buradakı neyimə görə birləşdirəcək. Bu neyim hesabla ortaya düşməlidir. Hə, bu düzdür. Deməli, bircə dəqiqə. Biz bir buna baxacağıq. Bir də yuxarıdakı o şeyə. Splitin nəticəsini çıxarmamışıq. Bircə dəqiqə. Bu funksiyonu da biz tərsimi oxuduq. Deyir ki, less than 0. STR A hədə.
Deməli, mənfi qaytarsan neyin bir uzunluqdan qısadır. Tamam. Bu olsa uzunluq olaraq neymişdən uzundur. Bizə qayıtdı amma uzun. Bizi dəqiqə yoxlamaq üçün bunu mən belə də belə edəcəm. Bax, nəticə 1 və bunları sadə simvoldan yoxlayaq. A bu olsun. AA. İki dənə halı yoxlayaq. O birisi zaten bizə də maraqlı deyil. Bu olacaq bir dənə A. Da nəticə 2. Bir də bu dövr bitəndən sonra araya bir dənə belə eləyək. Console right line yazaq. Xəttlərimizi əlavə eləyək. Sən də silək endirək. Elə bizə dəqiqə bizim split metodumuz var idi. Parçaladıq düzdür. Onu da belirləyəcək. Bura for each. Tamam. Deməli console nöqtə write eləyək bunu. Hər sətir getməsin. Simvolları da bir belə eləyərik. Boşluq qoyaq ki, görə bilək nələr ayrılır. Sonra bizim bir dənə də məsələmiz var idi ki, klass qaytarmışdı. Concat olanda. Deyəsən bu idi mi, yoxsa o biri concat idi? Nə bax, bu concat nə qaytarır? Hə, bu class məntiqi ilə onda toString'ə verməmiz lazım. ToString. Mən bunu yoxlayaq görək. Amma bircə dəqiqə bu nə edir? Deyir ki, concatenate to sequence return. Bircə dəqiqə bu bizə şey qaytarır deyə. Array qaytarır ki. Hə, siyahı qaytarır, buna fikir ver. Onda biz bunu bu formada yox, başqa formada eləyəcəyik yenə. For each. Bunun içində onun da yuxarı qaldıraq formada. Bu halda toString lazım olmayacaq. X eləməyək. Nəsə elə fərqi yoxdur, X eləyəcək. Okey. Qobuqalar burada. Bir breakpointimizi ora qoysaq bəs eləyəcək. Yəni sürətli run eləyək. Hardisi xətamız var. Nöqtə virgül yaddan çıxarmış. Deməli, bu list belə yazaq. Okey. Test 56. Hello world. Görək biz X nəyi saxlayır? S-i saxlayır. Name salam. Bircə deyir. Bütün simvolları birləşdirdi. Şey kimi elədi. Array kimi elədi də sadə halda desək. Yox, bircə deyir. Normalda onsuz da ki, X bu dəyişənin üstündə gəzə bilər də. Bunu mən tutmadım. Concatenator iki dənə ardıcıllığı birləşdirir. Birinci ardıcıllıq type of elementlər of the input sequence return. Bu şeyin qaytarırmış simvolların çoxluğu.
Okey, neyse, simvolların hamısını birləşdirib qaytarırmış. Bir dəqiqə. Deməli, bu split eləyəndə bildik biz, bir dənə burada müqayisəyə gələk. Bura qədər də ekranımıza baxaq. Yetərli məlumat var, tamam. Bu N1 nədir? Mənfi. N2 də mənfidir. Deməli, burada N1 nədir? Test 56. N2 Hello World. Hesabla düzdür. Deməli, bu bundan kiçikdir, bu da bundan böyükdür. Mənfiyə qoymuşuq, uzunluq olaraq N2-dən qısadır. Aha, düz. Uzunluq olaraq eynidir. Əgər bir qaytarılsa, hansı ki, bax, bu da bir qaytarır. Neyin bir uzunluq olaraq öndən 2-dən uzundur. Bu şərt işlədi. A, bu. Burada nəsə düz getmir. Neyin birin içində neçə simvol var? 6. Bunda isə çox simvol var. Bu bir qaytarmamalıydı axı. A, bundan balacadır. String compare. Deyir, neyin bir qaytarır. Yəni, nəsə bunu dəyişəni mənimsədəcəyik. Təkrardan baxarıq bundan. Əslində düz qaytarmadı. 21 və 22 test 20 uzunluq olaraq Hello-dan uzundur. Yanlışdır. Testdə bu.